Cismin libasını dəyişmək olur. Nazik geyinə bilərsən, hava bəs isinər. Yaz havası olar, bir balaca nazik geyinərsən. Soyuq olar, biraz qalın geyinərsən. Lap isti olar, biraz yüngül forma geyinərsən. Amma təqva libası üçün hər zaman qalın geyinmək lazımdır. Təqva libası çox mühümdür. Nə qədər qalın olsa, nə qədər qoruyucu olsa, o qədər bizim üçün xeyirli və bərəkətli olar. Biz də ümid eləyək, dua eləyək ki, Allah bu yolda bizə xeyir, bərəkət versin. Tək bacara biləcəyimiz iş deyil. Tək bacara biləcəyimiz iş deyil. Ümidvarıq ki və dua edirik ki, hava-i nəfslə mübarizədə özümüzə bir iradə göstərək ki, Allah da bizə bir təkan versin. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil ələcəhəm. Əmir-əl-Müminin əleyhissalamın Həzrəti İmam Həsən-i Müctəba əleyhissalama etdiyi vəsiyyətin şərhindən danışırıq. Bir növ Nəhcül Bəlağə dərsləridir bu dərslər. Böyük tərbiyə, böyük əxlaqlar var burada. Həqiqətən də götürə biləcəyimiz dərslər çoxdur burada. Bugünkü 11-ci dərsimiz, 11-ci mövzumuz tərbiyə mövzusudur. Mən istəyirəm əvvəldən ağamızın o vəsiyyətini oxuyaq, ondan sonra dərsimizə davam eləyək. Qalə Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam. Əleyhissalam buyurur: Ya bunəyyə, ya bunəyyə. Adətən bunəyyə deyəndə o ürəyi canı yanmaq üçün deyərlər, ey oğlum. Eşqlə deyilən söz deyərlər, ey oğlum. Bu söz bir şəfqətdən, səmimiyyətdən deyilən bir sözdür. Ya bunəyyə, inni ləmmə rəaytükə qad bələxtə sinnən. Ey oğlum, elə ki gördün, sən yetkin yaşa çatmısan, və rəaytuni əzdadu vəhnə bədərtu vəsiyyəti iləykə lihisal. Və dərk etdim ki, süstlük və zəifliyim get-gedə uzanır. Minhə ən ya'cələ bi'əcəli dəvnə ən uqdiyə iləykə bimə fi nəfsi əv ənqusa fi ra'bi kəmə nəqəstu fi cismi əv ən yəsbiqəni iləykə bə'du qələbətil həva. Müəyyən məqsədlərlə sənə vəsiyyətə başladım. O cümlədən məbadə qəlbində olanları deməmiş əcəlim çata, düşüncəm də bədənim kimi zəifləyib düçar ola və məni qabaqlayıb nəfsi meylləri sənə hakim ola. Adam vəsiyyəti oxuyur, hiss edirsən ki, Əmir-əl-Müminin əleyhissalam necə bunu deyib İmam Həsən əleyhissalama. Deyib, qorxuram ki, birdən deyir, düşüncəm də bədənim kimi zəifliyə. Bu çox dərin sözlərdir, çox dərin sözlərdir. Adam nə qədər dərin düşünür, adam nə qədər dərin deyə. Əftəni dünya vəllə'ə qəbləthu fəbədir bil-ədəbi ədəbi qablə ən yəksu qəlbükə və yəştəğlə lübbükə lidəstəqbilə ciddən rəaykə minəl əmri mə qad kəfələ əhlu təcaribi buğyətəhu və təzribətəhu fətəkun qad kufidə məvnətə tələb
Dünya fitnələri qabağa düşsə, səni qovulan dəvə vəziyyətinə gətirərlər. Həqiqətən növcavanın qəlbi qarşılaşdığı şeyləri qəbul edənədək toxunmamış torpaq tək qalır. Ona görə də qəlbin bərk, ağlın məşğul olana kimi ədəb öyrən. Baxın ha, sözə baxın. Ona görə də qəlbin bərk, ağlın məşğul olana kimi ədəb öyrən. Yadım Əleyhisselam hədisini saldı edir. Hər şey ağla möhtacdır, ağıl da ədəbə möhtacdır. Tam ciddiyyət və qəti iradə ilə əvvəlkilərin çiğnə aldıqları təhsil vəziyyəti və sınav ağrısını qəbul et. Tələbim. Və aufitə min ilaci təcribəti və ətəkə min zəlikə mə künnə nə'tihi və istəbənə ləkə min həmə rümmə əzləmə aleynə fihi. Bu yolla həmin əziyyət və ağrıdan azad olarsan. Bizim ardınca gəzdiyimiz şeylər indi özləri sənin sorağına gəlib. Olsun ki, bizim üçün qaranlıq qalan şey indi sənin üçün aydınlaşa. Əmr əl-Müminin əleyhissalamın bu vəsiyyəti yığcam şəkildə bəyan olunmuş əsas moizələrdən biridir ki, bu moizə, bu vəsiyyəti Nəhcül Bəlağədə də öz əksini tapıbdır. Bir ata ürək yanğısı var bu vəsiyyətin daxilində, batinində. Biz bu vəsiyyəti şərh eləməzdən öncə bəzi orada bir ilahi nöqtələr var, lətif nöqtələr var, lətif nöqtələr. Ona bir nəzər salmalıyıq. Çox bəyan, çox gözəl şəkildə Əleyhisselam bəyan eləyir, çox aram bir şəkildə bəyan eləyir. Hər şey deyir, məşğul olana kimi sən ədəb öyrən deyir. İnşallah bir neçə qaranlıq qalan məqamları burada istəyirəm siz əzlərə izah eləyəm. Vəsiyyətdən çıxan dərsləri, böyük dərsdir, geniş dərsdir. Hətta bir neçə çalışacağım ki, alimlərin də, üləmaların da həyatından sizə misal gətirəm. Dərs sizin üçün biraz daha aydın olsun, daha şəffaf olsun. Təbii ki, burada tərbiyə bir qəlbin əkin sahəsi kimi göstərilir. Yəni, sanki tərbiyə qəlbimizin əkin sahəsidir. Yəni, nə əksək orada bitəcəkdir. Deyir, nə əkərsən, onu da biçərsən, nə edərsən, onun da qarşılığını görərsən. Əleyhisselam burada bir dənə həqiqəti xatırladır. Baxın, ata yaşdaşır, oğul isə böyüyür. Burada ustad vurğuluyur ki, əsas məsələ bu tərbiyə prosesində zaman amili hər şeydir. Biz bunu həmişə demişik. Hər dəqiqənin, hər anın, hər saniyənin qədrini bilmək lazımdır. Yəni, düşünmə ki, mən qoca olanda bu cür ab-ı havada olacam dua eləmək üçün. Yox. Kim bu cür düşünür, yanlış düşünür. Və heç kim düşünməsin ki, yaşlananda, cavanlığında, gəncliyində olduğu enerji onu xeyir. Gəncliyində 9 mərtəbəyə plakətlə çıxa bilərsən, haradasa 3-4 dəqiqəyə, 3 dəqiqə. Amma qoca olanda, bəlkə də bunu yarım saat, 40 dəqiqəyə çıxarsan. Lift olmasa, ümumiyyət çətin olar sənin üçün. Yəni, burada zaman amili mühüm göstərilir. Əsas bu da amil kimi göstərilir. Ona görə deyir, qocalab düşüncənin və bədənin zəifləməsindən öncə deyir, o əlindəki bütün hikmət xəzinəsini oğluna öyrətməyə tələsir. Burada islahatlar da var. Burada mühüm dərslər var ki, elə biz bunu sabaha saxlamayaq. Elə biz bugün bunu öyrənək, dərk eləyək. Dedik ki, cavanın qəlbi, xüsusən gənclərin qəlbi bir əkilməmiş torpağa bənzəyir. O, belə deyək də, onu bir torpağa köçürür, ona bənzədir. Bir toxunulmamış bir torpaq metaforası var burada. Ədəbiyyatda var ya, metafora köçürmə. Yəni, biz bura nə əksək,
zamanında, sağlığında, əsas vaxtında, gəncliyimizdə və ya uşaqlığımızda nə tərbiyə olunsa bizə, biz ona uyğun reaksiya verəcəyik. Görsən, adicə bir uşağın bir hərəkəti xoşa gəlmən, deyirlər ki, buna vay olsun, buna tərbiyə verən valideynlər. Nə bilim, üzr istəyirəm, ayıb olsun. Biraz yaşlı insanlar deyirlər, kül olsun falan kəsin başına ki, belə bir övlad tərbiyə edibdir. Əlbəttə, kül olması dünyadır, ha? Dünyadır. Amma təəssüf ki, bu kül olması dünyaya olan meyil gətirib övladlarımızın tərbiyəsini özünü aşağıda göstərir. Cavanların, gənclərin tərbiyəsini özünü aşağı göstərir. Gəncin qəlbi boş və münbit bir ərazi kimidir, yadda saxlayın. Bir gəncin qəlbi ən həssas dövrdür, gənclik dövrü, ən həssas dövrdür. Ən təlatümlü, ən ehtiraslı dövrdür, ən şəhvani dövrdür. Ən dərk edə biləcəyi dövrlərdən biridir. Nə orada hopsa o qalacaqdır. Nə hikmət əksən ora, bir dənə böyük çınar olar, böyük bir palıd olar, kökü möhkəm olar. Əgər sən ora laqeydlik əksən, ora tikanlıq olar, nəfsani istək olar və sonra sənin üçün çətin olar, çətin olar. Fikir vermişsiniz kənd yerlərində, mən bilmirəm, kənddə qalanlar var yayımızda yoxsa yox, əzizlərimizdən bilmirəm, kənd yerində görmüşsünüz, alaq təmizləyirlər. Məsələn, bugün bizim bazarda gördüyümüz göyərtilər var, ha, elə bir rahat bitir, onu gətirirlər, yox, o əkirlər, o göyərtini çıxmağa qoymayan bəzi alaqlar var, onu kəndlər təmizləyirlər. O göyərtinin dibini təmizləyir, alaq deyirlər bizdə buna. Yabanı otlayan alaq deyirlər ki, yoxsa o nə göyərti çıxar, nə şüyü çıxar, nə soğan çıxar, nə spanaq çıxar, nə cəfəri çıxar, nə petruşka deyirlər, cəfəri deyirlər, vəzəri deyirlər, aristlərə deyirlər. Heç biri bunlar çıxmaz, heç biri. Heç biri çıxmaz. Ki, o alağı təmizləyirlər. Atalarımızda yaxşı göyərti bar verilməz. Və onu ilkin vaxt təmizləyirlər. Əsas vaxtda onu təmizləyirlər. Əgər diqqət eləmişsiniz. Yoxsa boş bir şey alınar. Taxıl əkirlər görürsünüz, taxıl əkəndə çöl qara qarağalar var da, qara qarağalar var, çöl qara. Gəlib o dənlərini yeyirlər. Görsən, kənd yerində belə şey əkirlər, bostanlarda, əkinlərdə bir dənə adam şəkili qoyurlar, güya paltar geyinirlər. Görmürsünüz, belə köhnə bir cırıq paltar geyindirlər, maska kimi geyindirirlər, bir dənə taxta. İçinə ağac qoyurlar belə, xaçfason belə. Üstünə paltar geyindirirlər. Yəni, hansısa bir quş sad gələndə, bir vəhşi heyvan gələndə görüb qoxsun. Görüb qaçsın, qoxsun. Hətta bunun biraz da müqavvada, bəli, əhsən. Hətta bunun biraz da dərinə gedirlər. Bəzi adamlar posta dayanırlar. Xüsusi projektlə, işıqla belə posta görürsən. Posta işıq görürlər var. Dururlar bir dənə qüllə olur. Torpaq sahəsinə işıq verirlər. Görək kimsə üzüm sahəsinə girmir ki, kimsə pambıq sahəsinə hücum eləmir ki, oğruq eləmir ki. Yəni o vaxtı qorumaq lazımdır. Həssas vaxtlardır. Yəni bu cavanın da qəlbi bir dənə torpaq sahəsi, bir dənə toxunulmamış torpaq metaforasıdır. Köçürmə tələb eləyir. Köçürmə tələb eləyir. Nə əksən? Yəni, hikmət əksən, böyük bir dənə çına, bir dənə palıd olacaq. Ya ötərli yanaşsan, əşi, bəzi atalar var, əşi qoyma anası məşğul olsun, mənim vaxtım var, qoyma maması məşğul olsun. Bəzi atalar da var, təəssüf ki, anam boynu yıxırlar, uşaq bir dəcəllik eləyir, deyir, sən verdiyin tərbiyədir. Və sən verdiyin tərbiyədir. Yəni, çöldə gedib təhsil işləmək şərt deyil ki. İşləmək şərt deyil ki. Bu, ana da gedib işləyə bilər, məsəl üçün. Yəni, biz bəzən öhdəliklərimizi, o tərbiyə üsullarını, metodlarını təkcə qadının boynuna atmalı deyilik. Bu da kişinin də mühüm rolu var. Atanın da bu da mühüm rolu var. Görürsünüz, adicə uşaq nə qədər məktəbdə oxusa da, nə qədər təhsil alsa da, heç kəs buna bir söz deyəndə, bunu danlayanda müəlliminə bir söz demir. Ən çox valideynə. Qız köçür, bir səhv eləyir,
Nəmsə tərbiyə verən falan valideyn belə. Xüsusən tərbiyə üsullarında. Amma zehni məsələlərdə görsən deyirlər ki, sənə dəstəyən müəllim. Və tərbiyədə valideynin bu da əməyi çox mühümdür, çox vacibdir. Nə olar, dərsə qulaq asaq da qurban olarım. Mən fikrim yayınları xahiş edirəm artıq da sizdən. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil və rəcəhum. Çox xahiş edirəm, dərsə qulaq asaq, xahiş edirəm artıq hər birimizdən. Fikriniz məndə olsun inşallah. Əlavə yazılar yazmayaq, sizdən xahiş edirəm. Əlavə məsələləri başqa vaxt həll edək. Dərs vaxtı dərsə qulaq asaq. Qəlb nə qədər ki, başqa fikirlərlə məşğul olmayıb, dünya qəmi ilə dolmayıb, onu Allah sevgisindən və ədəblə doldurmaq lazımdır. O, bəzən çox vaxt deyirlər, bu niyə ədəb ağıldan qabağa düşməlidir? Niyə düşməlidir, qabağa düşməlidir? Bu dərəcədə mühüm məsələdir. Ədəb məsələsi bu dərəcədə mühüm məsələdir. Çox mühüm məsələdir. Ədəblə doldur. Həmin ərəfədə cavana elm lazımdır. Elm öyrənmək gözəldir. Amma həmin ərəfədə ədəb önəmlidir. Ədəb gözəldir. Ədəblə iş həll olacaq. Çünki ədəbli adama nəyisə çatdıra bilirsən. Ədəbsiz adam elmli də olsa xeyri yoxdur. Deyirsən, sakit dur, sakit də yanmır. Dinləmə qabiliyyəti olsun, dinləmir. Yazma deyirsən, yazır. İmkan vermirsən danışmağa. Vırt danışır. Çünki ədəb yoxdur. Əxlaq yoxdur. Savadlı olmaq hər şey əldə eləmir ki. Ona görə əleyhissalam deyir ki, ədəblə doldur. Ədəblə doldur. Ola bilər, biraz həssas danışıram, üzr istəyirəm, bağışlayasınız. Çünki məsələ bu qədər mühümdür. Mühümmatını çatdırmaq lazımdır. Onu çatdırmaq istəyirəm sizə. Onu çatdırmaq istəyirəm. Sözün kəsmə cəmaatın. Özün qulaq asmısan, başqasına imkan ver qulaq assın. Diqqətin onda olsun. Sən söz danışdan telefonda hərlənir. Adamın ədəbində problem var. Savadlı adamdır, çox savadlı insandır qarşındakı. Amma sənə qulaq asmır, ədəbində problem var. Əleyhissalam deyir, ədəbin. Nə qədər qəlbə başqa fikirlər daxil olmayıb, dünya qəmi ilə dolmayıb, Allah sevgisi və ədəblə doldurmaq lazımdır. Çətin olur sonra. Ona görə deyir ki, qəlbin bərk, ağılın məşğul olana kimi ədəb öyrən. Ədəb öyrən. Ola ki, bir də nəfsi meyliyirlər, bunu qabaqlıya. Qabaqlıya. Hakim ola. Qabağa düşər. Hakim ola. Vay onda sən halı var. Vay onda halı var. Vay. Adanı baxsan, gözəl görsək qızdır. Maşallah. Yaraşıqlı oğlandı, simpatisli oğlandı. Baxsan da üzürsən, bir dənə müəyyən bir geyim qalıb ki, onu göstərməsin. Hər şey göstərir, üzür istəyirəm. Baxsan bir kişidir, əzilir, büzülür. Kişinin bir kişiliyi olar, bir zəhmi olar. Demirəm, bir kişi vursun, dağıtsın, yox. Bir kişinin bir kişilik danışığı olar, bir əsən kişisən, bir əzilmək nədir, büzülmək nədir. Sən xanımsan, bir xanımlığın olsun. Bəzi yerləri qoru cəmaat, sən onu görməyə məcbur deyil. Oxuyub ha, baxsan ki, deyir, mən diplomum var, ali məktəb oxuyub. Sən oxumusan, amma toxuya bilməmsən. Oxumusan, amma toxuya bilmirsən. Çünki sənin həyatın nəzəriyyədir, praktika deyil. O tələbələr niyə göndərirlər institutda praktikaya? Bilməm, tələbələr var yoxsa yox burada? Oxuyan tələbələr var, bilməm yoxsa yox.
Deyəsən, axırda məni də bir gün qaralayacaqlar, vallahi qınama. Bunlar danışıram. Deyəsən, biz də bir gün qara siyahıya salacaqlar, biz də qaralayacaqlar ki, bəsdir da, bəsdir da. Acı reallıqdır bunlar. Bunlar acı reallıqdır. Bəziləri ali təhsil almağını tərbiyə kimi göstərməyə çalışırlar. Yəni, güya xüsusi bir tərbiyə al, qardaş, tərbiyə üçün o diplom lazım deyil. Sənin tərbiyə diplomu bir ədəbindir, əxlaqındır. Əleyhisselam deyir ki, nə badə meyillər qabaqlamaya, qabağa düşməyə. Deyəsən, papuqaylar da mənə dəstək verir, oradan ciyirləyirlər. Mən başlayan kimi papuqaylar da başlayır danışmağa. Salavat zikr eləyək Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli alə Muhammed və Ali Muhammed. Və həccil fərəcəhəm. Tərbiyə vaxtla yarışdır. Qoy dərsi bu cür davam edeyim. Tərbiyə zamanla yarışdır, vaxtla yarışdır. Bilməm, bizim də elin qəşəng məsələləri var, eyvallah. Hədən deyirəm, yəqin bu məsələlər də Quran-ı Kərim ayələrindən, hədislərdəndir. Bir vaxtında sonra dizivi döyərsən deyir, məsəl üçün. Yəni, bu da döymək, o döyməkdən getmir söhbət. Söhbət tərbiyədən gedir. O dedik, qızın döyməyən dizini döyər. O döymək, əstəğfurullah, o alçatmaq, şərəfini alçatmaq mənasında deyil, ha. Yəni, tərbiyə eləməsən. Amma bir dənə söz deyim sizə, elə bir mənə elə gəlir, yoxsa bəlkə mən səhv başa düşürəm. Elə bir son zamanlar oğlan uşağını tərbiyə eləmək daha çox çətinləşib, bir ki, qız övladını. Yoxsa mən səhv başa düşürəm, mən səhv anlayıram. Bəzən cəmiyyətdə belə bir şey var, qız övladı yox, əksinə deyərdim ki, oğlan övladını tərbiyə eləmək daha çox çətinləşibdir. Çünki cəmiyyətdə oğlan övladının tərbiyyəsi çox mühümdür. Çünki bir işin icrasında, həyata keçməsində mühüm rol oynayan varlıq kişilərdir. Bir kişi bir günaha göz yumsa, o xanım heç vaxt ədəbsizlik eləməz. Heç vaxt. Hərdən bu sözə görə bizi qınayırlar, bəzən də dostlar inciyirlər. Deyirəm, valla cəmiyyətdə ədəbsizlik çox olarsa, bu da kişilərin rolu çox mühümdür. Çox mühümdür. Falan kəs şərait yaratmasa, sən nə olub bəs qeyrəti və? Bəs sən nə olub düşüncə və əxlaqa? Sənə çox şey göstərə bilərlər. Çox sənin üçün şərait yarada bilərlər. Nə olub sənə? O bir kino var, bəs məhəbbət. O bir görüş filmi var, adım filan kəsdir, özün filan kəs. Sənin kimisin görmədim hələ. Məsələn, mahnı var, deyir, bəs məhəbbət, bəs səndə qeyrət, bəs səndəki iman, bəs səndəki ləyaqət. Bax, bu hamımızda var da. Hamımızın yaxında, doğmasında müəyyən insanları var. Biz də qız böyüdürük, siz də qız böyüdürsünüz, başqaları da qız böyüdür. Olmaz, bu qədər olmaz. Deməli, bu da ona görə rəhbərliyi Allah kişiyə verib, avtoritetliyi, idarəçiliyi. Bəli, qadın tərbiyədə xüsusi rol oynayır övlad tərbiyəsində. Amma atanın rəhbərliyi, görürsünüz, atanın rəhbərliyi çox mühümdür bu da. Atanın rəhbərliyi. Ata idarə eləyər. Kişi idarə eləyir. İndi istəmirəm başqa mövzuya gedən, mövzu qəlbin tərbiyəsidir. Mən bir dənə də alimin həyatından misal çəkim, bununla dərsimizi bitirək, çox sizi yormayım. Daha geniş öyrənmək istəyir, Əbədi Öykü kitabında inşallah. Təəssüf ki, kitabın satışı daha qutardı, yoxdur, axırıncını tələbələr almışdı. Bir dənə də misal çəkim inşallah, bununla da dərsi tamamlayayım. Əleyhisselam ona görə deyir, mühümdür. Nə barədə başqa meyillər gəlməmiş, sən tərpən deyir. Sən tərpən. Ədəblə ağıllandır, ədəblə uyğunlaşdır. Bir dənə misal deyim sizə. Mərhum Mirzə Cavad Ağa Məliki var. Böyük alimlərimizdən olubdur. Bilmirəm, tələbələr tanıyarlar. Tələbələr tanıyarlar inşallah. Kimlər ki, mütaliə əhlidir, kimlər ki, dərs oxuyurlar. Şiə dünyasının, Əhl-i-Beyt camiyyəsinin çox məşhur, ən böyük ariflərindən biridir. Mərhum Mirzə Ağa Məliki Təbrizi. Yəni, adını işləmiş olmazsınız.
İranın Qum şəhərində xanım Məsumə Salamullahın hərəminin yaxınlığındakı Şeyxan qəbristanlığında basdırılıb və həmin qəbristanlıqda baş daşı olan yeganə alimdir. Əslən də Azərbaycanlıdır. Biz zəvvarlarla onlarda ziyarət eləmişik onu. Neçə yüzdən övliyanın yetişməsində böyük rol oynayıb. Sizə asan rəqəm gəlməsin ha. Mən sizə oradan buradan havadan danışmıram. Rüyadan danışdım sizə. Heç bunlar mən danışmalı deyiləm sizə yeri gəlsə. Bunun nə təkəbbürlü yazın, nə bir başqa bir şey yazmayın. Sadəcə hal dərsləridir bunlar. Ağa Mirzə Cavad Mələki Təbrizi böyük alimdir, böyük üləmadır, böyük arifdir. İstəmirəm bu sözüm küfrə səbəb olsun. Demirəm bu rəsmi məlumat. Bir tələbələrdən birini eşitmişdim ki, 300 dənə övliyanın yetişməsində böyük rol olubdur bu adamın. 300 övliyanın yetişməsində. Böyük şəxsiyyət olubdur. Sizə ağa Cavad Mələki Təbrizi elə belə insan gəlməsin ha. Mən dahi adamlardan danışıram sizə. Şeyxan qəbristanlığında bastırılıb, əslən Azərbaycanlıdır. Böyük arif olub və yeganə başdaşı olan qəbirdir onun qəbri. Niyə bunu danışdım? Bilirsiniz bunun ustadı kim olub? Hacı Molla Hüseynqulu Həmədani. İki tarixi şəxsiyyət, iki məşhur insan, hətta onun bir Əl-Müraqibət kitabı da var. Bilməm, tələbələr bilir, yoxsa yox. Dua kitabıdır. Çox möhtəşəm, arifanə dualar var onun içində. Hərdən bizə deyirlər ki, sans dua kitabı məsləhət görürsünüz. Deyirəm, məfatihdir, yeni kulliyatdır, Əl-Müraqibatdır. Satışda da var. Kimin imkanısı o kitabı əldə eləsin. Kim öz halını dəyişmək istəyirsə, kim özünü təzkiyə eləmək istəyirsə, qəlbini və ruhunu tərbiyə eləmək istəyirsə, Əl-Müraqibət kitabına baxsın. Və məndən bir qardaş kimi məsləhət. Heç müəllimliyi qoyuram qırağa, bir qardaş kimi, sıradan bir insan kimi tövsiyə edirəm o kitabı sizə. Alın, oxuyun. Əl-Müraqibət. Siz Ağa Mələki Təbrizini tanısaydınız, yayımdan qurtaranı deyəcək qardaş, o kitabda mənim üçün bir yan get. Mütləq get. Sözümü ara gətirirəm. Mirzə Cavad Ağa Mələki Təbrizi. Bunun bir ustadı var idi. Hacı Molla Hüseynqulu Həmədani. Gəlin sizə bu müəllim və tələbənin arasında keçən bir hadisəni danışım. Görün, qəlb nə cür tərbiyə olunur. Kim əgər qəlbində ədəb toxumu əkmək istəyirsə, kaprizli insandırsa, nə bilim, çətin adamdırsa, özünü islah eləmək istəyirsə, bax, bu alimin, iki alimin diyaloquna mütləq və mütləq qulaq assın. Buyurur ki, Mirzə Cavad Ağa Mələki Təbrizi çox savadlı bir tələbə idi. Çox elmli tələbə idi. Eyni zamanda çox məşhur ailənin nümayəndəsi idi. Yəni, əsl nəcabətli bir ailənin. Yəni, şəhərə çıxanda, məsələn, kəndə gedirsiniz, hər öz rayonunda kimi Gəncədə, Mingəçevirdə, Cəlilabadda, Lənkəranda, görən boyda. Kim hansı rayondansa, hər rayonda görsən bir nəcabətli ailələr var. Məsələn, onlar küçəyə çıxanda, onlar barmaqla göstərirlər. Filankəs ailəsidir, filankəsovlar ailəsidir. Bunlar böyük ziyalı ailədirlər. Çox nəcabətli ailədirlər. Kübar bir ailə idilər. Bu, Mələki Təbrizdə bir kübarlıq var idi, bir təkəbbürlü hissi var idi sanki. Baxın, belə bir alim və ustadı Hacı Molla Hüseynqulu Həmədani. Mirzə Cavad Ağa həmin böyük arif Molla Hüseynqulu Həmədani yanına gəlib mənəviyyat dərsi istəyir. Ustad, mənə mənəviyyat dərsi keç. Mənə əxlaq dərsi keç. Mənə arifliyi öyrət. Yəni, fəna fillah olmağı öyrət. Mən istəyirəm fani olum, puç olum Allahın qatında. Molla Hüseynqulu Həmədani tələbəyə baxır. Bilir axı bu kimdir, hansı nəsildən gəlibdir. Məşhur tanınmış bir kübar nəsildən gəlib, nəcabətli nəsildəndir. Və hiss edir ki, bu cavanın da qəlbində bir kübarlıq var. Bir təkəbbürlü hissi var. Bəlkə də özü bunun fərqinə varmır. Olur ha, bəzən insanlar bilmən təkəbbürlü eləyir.
Hər təkəbbürlü insan bəyəm elə bilirsiniz ki, bilə bilir. Yox, bilə bilir, eləmir. Əstəğfurullah. İnsan bəzən bilmədən yalan danışır. İnsan bəzən bilmədən lovğalanır. İnsan bəzən bilmədən təkəbbürlü eləyir. Özünün xəbəri yoxdur. Bunu ustadlar və böyüklər görə bilir. Uzaq bəsirət sahibləri bunu görə bilir. Uzaq görənlər bunu görə bilir. Və ustad da Mələk Təbrizin qəlbində bir kübarlıq, bir təkəbbürlü hiss elədi. Baxın, nə elədi? Elə bilirsiniz ki, dərs kitab oxutdurdu. Yox. Əstəğfurullah. Heç bir dərs kitab oxutdurmadı. Heç bir eləmədi. Bilirsiniz nə elədi? O vaxtları heç görmürsünüz, məsələn, bəzi adamlar var, küçədə gedirlər, nəyəsə əldə apara bilmirlər, utanırlar. Mən belə adamlar görmüşəm. Məsələn, adam var ki, Targovda əlində gölgət söylə keçmək istəməz. Bilməm, fikrimi çatdıra bilirəm, yoxsa yox. Bəzi məkanlar var ki, ora o əşyana getməzsən. Bilməm, çatdıra bilirəm, yoxsa yox. Məsələn, görməzsən, hansısa bir dənə, bir tanınan sima dursun toyuq düzəni yemləsin. Cəmaatçı, qoyuna get, çobanlığa getsin, bir günü qoyun tarif gəlsin. Bilmirəm, fikrimi çatdıra bilirəm, yoxsa yox. Yəni, bəzi əşyalar var ki, o əşyalarla cəmiyyət içində gedə bilməzsən, özünə sığışdırmazsan. Məsəl üçün, əhsən, tort 40 səhifəsi. Məsələn, kişi var, mənlə əlimdə gül gəzdirim, tort aparım, məsəl üçün, kulok gəzdirim. Mən görəcəklər, əlimdə göycəyət, nə bilim, soğan, pomidor, yumurta. Əlimdə dönər görsə, mənə nə deyərlər, məsəl üçün. Halbuki, dönəri evdə hansı uşaq istəyir, xanımı istəyir, anası istəyir. Dönərlə mən şarma ilə gedim evə, əlinə deyərlər. Yəni, çatdıra bildim fikrimi sizə. O dövrdə də ən böyük bir siz neydi utancaq məsələ? Əlində ət aparmaq. Yəni, gedib bazarda bir qəssabın doğradığı ətləri, sümükləri cığayla aparmaq. Çox eyib sayılardı. Heç kim özünü sıxışdırmazdı. Molla Hüseyin Qulu Həmədan dedi ki, Ey Mirzə Cavad ağa Məliki, hər gün gedəcəksən bazara, qəssabxanaya, gedəsən, oradakı sümükləri götürəcəksən, ətri götürəcəksən, əti. Aparacaqsan filan yerə. Bu da o dövrdə bir alçaqlıq sayılırdı. Özünü, heç kim onu sıxışdırmaz. Ondan da kimsə ehtiyacı falan var edirsə, kasıb-küsub fəqirlər onu daşıyardılar. Məsəl üçün, qoy belə deyim, o üzürsəm, zibil daşıyan insanları görmürsünüz, Allah ömrünə bərəkət versin, indi pulları ondan çıxır, Allah zəhmətlərini âli eləsin. Mən bunu alçatmaq üçün demirəm, əstəğfurullah. Görürsün, yol qanını belirlərinə bir araba taxırlar, nə bilim, hansısa bir enerji suların qablarını yığırlar. Nə bilim, üzr istəyirəm, bir kulok yığırlar, zibil yığırlar, zibil qabından, aparıb onu satırlar. Şüşələri, putulqaları, nə bilim, dəmir qabları. Görmürsünüz belə insanlar? Xüsusən şəhər yerlərində. Ən çox axşamlar bilirsən, zibil yeşirlər deyək ki, kuloka yığırlar, nə bilim, arabanı keçir, iplə boynuna keçir, dartırlar. Arabada nə qədər taxta yığırlar, yeşiklər yığırlar. Bilmirəm, belə adamlar yaxın görmüş olarsınız. Məsələn, təsəvvürlə hansı bir tanınmış adam bunu eləyə? Heç kim bunu eləyə. Hətta məsəl üçün, nömrəylə, mesajla yazır ki, düzdür, evimə yemək çatdırır ki, özü almır, özünü sıxışdırmır. Evinə gətizdirir yeməyi, məsəl üçün. Təsəvvürlə ki, o boyda nəcabətli, tanınmış bir nəslin uşağını, övladını, Molla Hüseyin Həmədani ora yönləndi. Git filan şeylə. Hələ dərs keçməyib ha buna. Get bu işləri gör, sonra dərs keçərik. Mirzə ağa Mələk Təbrizi hiss elədi ki, ustad buna bir dənə iş tapşırıb ki, nəsə bunun içində bir şey görübdür. Yoxsa bu söz deməzdi buna. Deyir, hər gün getdi, hətta bunu deyir, yaşıdları, cavanlar, buna lağlağı kim bax. Ay, bu nə də, ay, yaxşı, ayıb da, bu padlı da, ayıb da, özəl sıx, belə deyirlər, padlı, eyibdir. Başladı buna eyib sözlər deməyə. Bu heç kimə fikir vermədi. Ta o həddə gəldi ki, neçə müddətdən sonra Molla Hüseyin Qulu Həmədani çağırdı, dedi, gəl bura. Bir bunun üzünə gülümsədi. Deyir, hə, bax, indi torpağını yumuşaldı. Toxum əkməyin vaxtıdır. Yəni, indi sənin qəlbi tərbiyə eləmək olar. Həmin tərbiyə olunan tələbə neynədi? 300-dən çox övliya yetişdirdi. Özü də Allah dostlarından oldu. Allah övliyalarından oldu. Hə, indi biz hansı birimiz hazırıq torpağımızda əkin işlə məşğullaq?
Hansı birimiz sındıra bilərik? Bəzən bir köhnə paltar giyənlə yan-yana oturmaq istəmirsən. Bir kasıbın evinə qədəm qoymaq istəmirsən. Sən busan da. Sən imkanının toyunda 400-500 manat pul yazdırıb, 200-300 manat pul yazdırıb, kasıbın toyunda 30 manat, 50 manat yazdıran adamsın. Əşkədə hamınız 50 manat yazır da. Mən də 50 manat yazıram. Nə oldu, sən bir qonşunun toyunda, bir müdürümün toyunda 300 manat pul yazdırırsan, 500 manat pul yazırsan bir dostu var, tanışı var. Hə, o imkanlıdır, eyni yeməkdir da. Bir də fərqi budur ki, filan restoranda, bu filan restoranda. Məkanına, yerinə görə bahadır. Bu dəftər, bu təsbih eyni təsbihdir da. Şəhərin qırağında təsbihin qiyməti 1 manatdır. Gəlsən Targovu şəhərin mərkəzində bu təsbih 10 manatdır. Eyni təsbihdir da. Sən özünə sığışdıranma, sən qlamursan da. Sən qlamur xanımsan. Sən yaxçı oğlansan. Yaxçı qaqaşsan. Görsünlər ki, mən filan yerdə qəlyan çəkirəm. Mən filan yerdə su içirəm, çörək yiyirəm. Qızlar filan moldayam. Qızlar filan. Orada bir məkan var. Konum da şey qoydular yuxarıdan. Nə oldu? Sən qəlbimi tərbiyə edə bilməzsən. Bu cür hallar mümkün olmayacaqdır. İnançlı insanlar da var. Çox təəssüf olsun bunların içərisində. Çox təəssüf bu tip adamların içərisində namazlanan qardaşlarımız da var, ana bacılarımız da var. Çox təəssüf. Ona görə də bu dərsin mühümliyi budur ki, insan o qəlbindəki kübarlığı, o təkəbbürlüyü, bax, o cür sındırmaqla orada yeni bir toxum düzərdə bilər, əkə bilər. Torpağını, qəlbini əkməyə başlamazdan öncə onu yumşaldacaq o çətin imtihanlardan çalış, qaçmayasan. Allah'ın verək, öz izzət cəlalına Allah bizi həva-i nəfsə boyun əyənlərdən qərar verməsin. Allah bizi nəfs-i mütməinnəyə sahib olanlardan qərar versin. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed və aczil ələcək.